Ma baxı, sən hansı ağılla bunu gətirdin evə, ha? Biz nətər baxacaq buna? Rasxod deyə bu. Niyə? Su gəlmir, biz üzümüzü yuamırıq, biz günəşildə qalırıq. Bala, üzümüzü su tapmıyıq, güclə su tapırıq. Günəşlidə su yoxdur. Şeydir, var prosto yox kimi bir şeydir. Yox kimi bir şeydir. Pipetka ilə zatla yürü özümüzü. Qulaq as, rasxod deyəndə ki, bu rasxodsuzdur. Hardan? Nədir bu, ayaqqabı almağa ehtiyac yoxdur. Bir də ki, ayağın dirib bizdən nəsə istəyəməyəcək, ayağı yoxdur. Amma bir dənə də maraqlı bir şey deyim sənə, toya gedəndə biz buna toy paltarı almalı deyilik. Nə gözəl. Toy paltarı deyəninədir. Nə möhtəşəm, nə gözəl bir məni şeydən qutarıbsan, nədən deyirsən ondan, rasxoddan. Rasxoddan. Bunu biz harası aparsaq, toya nişana aparsaq 3 nəfərin yerini tutacaq, uzanacaq enine boyuna. Mən lazımdır 150 manat artıq rasxod verim ona görə. Yoxsa bunu hara aparsam, mən evakuator zat çağırmalıyam, rasxod deyib bala bu. Özü də uzanıb ayağı da dura bilmir. Mən nətər bunu iş tapşıracağım? Ay mama həmişə demirdi ki, elə gəlin tap ki, qırsın evdə otursun. Deyir qırsın qırıb oturub da. Da nə istəyirsən?